Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Fatih ilə bərabər deməli namazlı çalışmalar səhifə 7, 5-ci sinif testini izah edəcəyik. Buyur 14. Ben 14'ten 2 uygun ədədlər tapın. Deyirəm 10 kvadratından 7 var. Və ki 10'un kvadratı yəni ki 100'dür. Ayza. Yəni 10 vurulsun 10'dur da, düzdürmü? 7 vahid Hə, böldü demək üstünə gəlmək deməkdir. Yəni 100 üstə yəni gəlsə 107. Ayza. Cavab olacaq 107. Sonra İkinci ikincidə də deyir ki 4 dəfə kiçik. Yəni ki 100'ü böləcək 4'ə. dəfə kiçik nə deməkdir? Bölmə deməkdir da. Və 4'ü böləcək. Bəli, 100'ün kvadratını, yəni onun kvadratı Verəcək 25. 100'ü bölürük. 4 dəfə kiçik dediyinə görə 4'ə. Doğrudur. 20. 25. Üçüncü. Üçüncüdə də deyir ki onun kubundan 600 var kiçik. Onun kubu da 1000 deməli. Yəni ki 1000'dən 600 çıxırıq 400. Bəli. Onun kubu deyəndə onu 3 dəfə öz-özünə vururuq. Bundan da 600 var kiçik dediyinə görə çıxırıq. Qalır 400. Doğrudur. Dördüncü. Ben sonra dördüncüdə də mən mini vuracaq 4'ə, eləyəcək 4000. Bəli. Onun kubu dediyinə görə yenə 1000'dir. 4 dəfə də böyük deyəndə 1000'i 4'ə vururuq. Eləyir 4000. Doğrudur. Deməli, birinci tapşırıqda nəyə çıxardırıq mötərizə xaricinə? Onun kvadratını. Düzdürmü? Hər ikisində onun kvadratı iştirak edir. Onda olacaq 6 vurulsun 10. Üste gəlsin. Onun kvadratını çıxartmışdım. 8 qalmışdı. Onun kvadratı 68. 100 eləyir. Bəli. 60'ın da üstünə 8, 68. Yəni 6800 eləyəcək. Bəs ikincidə Və ikincidə yenə də elə onun onun kvadratını çıxardırıq mötərizə xaricinə. kvadratı. Düzdürmü Fatih? Hə, Mötərizədə nə olacaq ağlı? 15. 15 çıxılsın 7. 7. 15'ten 7 çıxanda 8. 8'i də vururam 100'ə. Eləyir 800. 100. Ben Üçüncünü deyək indi Fatih. üçüncüdə də mən onun Kvadratını yenə kvadratdan çıxardım. Çünki hər ikisində ortaq olan onun kvadratıdır. Daha rahat hesablamanın yolu budur da ona görə. Onun kvadratını çıxarsaq üçüncüdən. Qalacaq nə? 21 vurulsun 10 və çıxılsın 16. Onun kvadratı 100 eləyir. 21'i 10'a vuranda 210 eləyir. Ondan da 16 çıxanda 194 eləyir. 100'ü də 194'ə vuranda 19400 eləyəcək. ben Düzdür? ben Dördüncüdə nəyə çıxardaq yenə? onun Onun kvadratını kvadratını. Bəli. Onda 152 üstə gəlinsin. 8 vurulsun 10 olacaq. ben Onun kvadratı 100'dür. 8'i 10'a vuranda 80 eləyir. 152'nin də üzərinə 80 gəlir. Düzdürmü? ben Bu da 200 232 eləyir. Yanına da 2 dənə 0. Beşinci nə də Fatih? Beşincidə də mən onun kvadratlarını yenə çıxartırıq. Hı. 258'in də Ona çıxırıq vururuq. 191'i vururuq ona. Bəli. 258 ona vuranda 2580 eləyir. Oradan da 191 çıxanda 2389 eləyir. 2389'u da onun kvadratı, yəni 100'ə vuranda yanına 2 dənə sıfır əlavə edəcəyik. 6. Yenə də onun kvadratını çıxardıram mötərizə xaricinə. Qalır 809 çıxılsın. 15 vurulsun 10. 15'i də 10'a vuranda 150 eləyir. 809'dan da 150 çıxır. Yəni 659. 100'ü də vururam 659'a. Doğrudur Fatih. Və 65900 oldu. 15'i bitirdik. Gərək indi 16'ya. Buyur. 16'da deyir ki, açıq şəkildə verilmiş ədədlər
rəqəmlərlə yazın. Hı -hı. Birincidə olacaq Ay 7308. sağ ol. Yəni 7-ni 10 üstü 3'e vurmaq 1000'e vurmaq deməkdir. 7000. Üstə 10'un 300. kvadratı 100 deməkdir. 3'ü 100'e vuranda 300'dür. Üstüne de 8 gəlir. Bəli, eləyir 7308. 7308. İkincidə Üstə bəs ikincidə 50.000, üstə 8.000, üstə 90, üstə də 7. üstə 8000, bəli, üstə Bu da 90, 7. üstə 7. 58.000, Toplasaq 7 58.900. burada, 9 burada, burası 0 oldu, burası 8 oldu. Burada 5 oldu, düzdürmü? Və Bəs üçüncü Fatih. üçüncüdə deməm mən 800.000 üstə Ay sağ ol. 3000, 800.000 üstə üstə 3000, 3000 üstə üstə 200, 200 üstə 70 70, üstə 6. Yəni toplayaq. Deməli 800 minlə toplayırsan 3000'i, sonra 200'ü, sonra 70'i, və sonra da 6'nı. Yəni cavab neçə eləyib Fatih? mən Sek- 803.276. Ay sağ ol. 4'ü də yazaq ağılı buradan. Bu deyəcəm mən 9 milyon Ay sağ ol. 9 üstə milyon üstə gəl. 60.000. Aha. Üstə gəl 100, üstə gəl 40, üstə gəl 7. Deməli 9 milyon üstünə gəlirik ilk öncə 60 milyon. Və O eləyir 9 milyon 60 min. Sonra üstünə gəlirik 100'ü, sonra 40'ı, sonra da 7. Neçə eləyəcək onda Fatih? və 9 9 milyon 60 60 min min 147. 140. Evet. Aynı oldu. Və Gəldi 17'ye. 17'də də deyir ki, açıq şəkildə verilən məhdəki rəqəmlər verilmiş açıq şəkildə yaz. Aha, yəni açıq şəkildə toplama şəklində demək istəyir də. Və 80 üstə 90, Ay, 300 üstə 8 üstə 5. gəl 80 üstə gəl 9 kimi məsələn. Birincini burada yazdıq. 89 bərabərdir. 80 üstə gəl 9. Bəs ikincidə? 300 üstə 5. Bəli, sadəcə 300 üstə gəlsin 5 yazacağıq. Və Üçüncüdə? mən 8000 üstə 100 üstə 60 üstə 9. Bəli, 8000 üstə gəl 100 üstə gəl 60 üstə gəl 9. 4'də 10.000 13218'dir. və 10.000 üstə 10.000, 3000 üstə 200 3000, üstə 100 üstə 210 bir 10 tane üstə 8. 8. Doğrudur. Beşinci. 5'də və 300.000 üstə 10.000 üstə 7.000 üstə 100.000 üstə 6. Yani 300 bin üste gelsin 10 bin, üste gelsin 7 bin, üste gelsin 100, üste gelsin 6. Doğrudur. Altıncı. 6-cı 2 milyon üstə 300.000 üstə 90.000 üstə 6.000 üstə 400 üstə 20 üstə 4. Burasında çok rahat da Fatih. 2 Hə, milyon üste gelsin 300 bin, üste gelsin 90 bin, üste gelsin 6 bin, üste gelsin 400, üste gel 20, üste gel 4. Ve 7, 8, 9, 10 kaldı. 7. 7 milyon olacaq 200.000 üstə 8.000 üstə 300 üstə 90 üstə 6. Bəli, 2 yazıb yanına 5 tane sıfır koyuram.
Üstə gəl 8000, üstə gəl 300, üstə gəl 90, üstə gəl 6. 8'den bir yazıp yanına üstten 0 koyacağım. 7'den. Ne Ne baba? geleceği 3 yazacağıq. Yanına üstten 0 koyacağıq. 6. Ve sonra 5 üstte 500 bin. Üstte 40 bin. Üstte 8 bin. Üstte 600. Üstte 2. Üstte 6. 5 yazırsız 4 tane 0. 5 yazırsız 5 tane 0. Sonra 4 yazırsız 4 tane 0. 8 yazırsız 3 tane 0. 6 yazırsız 2 tane 0. 2 yazırsız 1 tane 0. Ve Sonra sonuncu 10'uncudur yoksa neçəncidir? Ha 9 9. 10'uncu. Sonra 200 milyon üstte 20 milyon üstte 7 milyon üstte 600 bin üstte 9 bin üstte 300 üstte 30 üstte 4. Demek 227 milyon 609 bin 334 yazırıq. 2 yazırıq. Yanına üstten 0 koyacağıq. 6, 7, 8 tane. Ve, Üstüne gələcək 2 qoyub yanına üstten 0 koyacağıq. 7 tane. ve sonra 6 ders var. 7 koyup yanına 6 tane 0. 6 yazıp yanına 5 tane 0. 9 9 yazıp yazıp 3 4 tane ders 0. 3 yazıp var. 2 tane 30 bir tane 4. Ve sonuncu 10'uncu. Ve onda da 2 milyar üstte 300 milyon üstte 10 milyon üstte 5 milyon üstte 800 milyon 800 bin 2 üstte yazıp 40 bin yanına 9 tane 0 koyacağım yani. ve 3 yazırıq Yes. 8 də 0 qoyuruq. 1 yazırıq 7 də 0 qoyuruq. 5 yazırıq 6 də 0 qoyuruq. 8 yazırıq 5 də. 4 yazırıq 4 də. 6 yazırıq 3 də. 4 yazırıq 2 də. 5, 6 yazırıq. Şo. Nedir? Və Deməli çalışma 17'ni de bitirdik. Geldik 18'e. 18. 18-də də deyişim amma bir rəqəmlərin müxtəlif ən kiçik 7 rəqəmlə 7 rəqəmli ədədi açıq şəkildə yazın. Birinci biz rəqəmləri müxtəlif ən kiçik 7 rəqəmli ədədi yazaq. Görün 1, hansı 0, ədəddir? 2, 3, 4, 5, 6. Aysa birdən başlayırıq, sonra yanına isə sən demiş 0, 2, 3 belə artıra gedirik. Deməli, birincini buradan yazıram. 1, 0, 2, 3, 4, 5, bir də 6. Bunu yazdım. İndi bunu biz açıq şəkildə yazmalıyıq. 6 dənə 0 qoyuram yəni yan. Sonra üstə gəlsin 2 yazıb 4 dənə 0 qoyacağım. 3450, bu da 6. Və Bəs ikinci parti bir rəqəmləri müxtəlif böyük 9 rəqəmlə də açıq şəkildə. Aysa rəqəmləri müxtəlif olsun, ən böyük olsun və 9 rəqəmli 9 olsun. və 9, 9, 8, 8, 7, 7, 6. Bax bu formada gedəcək. və 5, 4 9, neçədən 8, oldu? 6, 7, 8, 9. 1 Düz yazdım. Hadi. 3, 3, və İndi yanına 9 dənə 0 qoyuram.
Sonra 8 yazıb 7-dən 0 qoyuram. 7 yazıb 6-dən 0 qoyuram. O necə olur? 6 yazıb 5-dən 0 qoyuram. Necə? Bəs 9'un yanına 9 9-dən ya 0. 0 koydunuz. Ha, 9-dən 0 qoydum, çaşdım. Deməli, neçədən qoymalıydım? 8. 8-dən qoymalıydım və bunu dedi Fatih. Amma 8-in yanına da onda 6-dən 0 qoyacağım. Hayır 7 tane. 8'den sonra 7. Onda düz yazmış onda. Ben bir de olsa yazmıştır. Ha, bir dənə onu səhv yazmışdım. Deməli, 6-dan sonra 5 dənə, neçə dənə 0 yazdıq Fatih? 5 dənə. Hə, 7-dən də sonra 6 dənə 0 yazdıq. 5-dən sonra 4 dənə. 4-dən sonra 3 dənə. Düzdür Fatih? ben 320 bir də bir. Sən yoxlayıram görüm Fatih yuxulusan yoxsa o yazsan. Keçdik neçəyə? 19'da açık şekilde verilmiş ədədlər, rəqəm və sözlərlə qısa yazın. Ha, sonra. Gəl əvvəlcə bir rəqəmi yazaq görək. Rəqəm nədir? 3, 0, 5, 2, 0, 0, yo 7, 8. Yəni 3-ü 10 üstə 6-ya vuranda 3 milyon eləyir də. Düzdür Fatih? Bəli, Üstünə gəlirik. 5-in yanına 4 dənə 0 qoysaq, eləyir neçə? 50 min. Sonra bəli, üzərinə gəlirik 2000'in. Sonra üzərinə 70 gəlirik. Və sonda isə üzərinə 8 gəlirik. Rəqəmimiz də bəli, dediyim kimi 3, 0, 5, 2, 0, 7, 8. 3'ü çoxsa deyirik ki 3 milyon kısa şəklində də belə yaza bilərik. 52.078. Düzdür? bəli. Digərinə baxaq. 2 yazıb yanına 0 qoymalıyıq. 8 dənə. Bəli. Sonra 7 də. Sonra Sonra 5 də. 6'nın yanına 7 dənə 0 qoymalıyıq. Sonra üzərinə gəlməliyik. Deməli 3 yazıb yanına 5 dənə 0 qoyacağıq. Sonra Bəli, üstünə gələcəyik 700'ü. Sonra da üzərinə gələcəyik 50'nin. Cevabımız yəni belə eləyir də. Onda Fatih 260 milyon 300 min 750. Düzdürmü oğlum? bəli. 260 milyon 300 min 750. 3 ilə 4'də yazaq. Bu səhifəni yekunlaşdıraq. Deməli Bəli. 9 dənə 0 var. Deməli onda bu milyarddır da. Bəli. Bəli, 9 da. Milyard üstə gəlsin. 5 yazıb yanına 7 dənə 0 qoymalıyıq. Sonra üzərinə gəlməliyik 6 milyonun. Sonra üzərinə gəlməliyik 90 mini. Sonra üzərinə 3 mini. Sonra da üzərinə 7'ni. Bu neçə eləyir Fatih? 1 milyard 56 1 milyon milyar. 93 min 7. Sözlə burada yazıram üçüncünü. Deməli 1 milyard kısa şəkildə 56 min Milyon. 93 56 milyon daha doğrusu. Bəli. 56 milyon 93 min 7. Bəli. Dördüncüye bakalım. 4'üncü də demə Hemen bax. 8 yazılıp yanına üstten 0 koyduk. 11. 9, 10, 11 tane.
Sonra 10 dənə sıfırımız var. 4, 5, 6, 7, 8, 9, 10. Burası burada 7'dir. Sonra 8 dənə sıfırımız var. 3, 4, 5, 6, 7, 8. Burada da artı 4'tür. Sonra 5 tane sıfırımız var. Ve Burada 1'dir. sonra Sonra 4 tane sıfırımız var. Burada 3'tür. sonra Sonra 2 2'de tane sıfırımız var. Burada 2'dir ve sonunda da təklik 6'dır. Şimdi bunları toplamalıyıq. Fark etmək hansıda da alırıq. Toplasaq var. nə alırıq ağıllı? Deməli 6, 800 0, 2, düzdürmü? 0, 3, 1, 2 tane 0, 4, yine 0, 7, 8. Düz yazdım. ben 3, 3 oxsa deyirik ki 870 milyard 400 milyon 130 min 206. Bu kadar. ben Sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə.